Qusar rayonu ərazisində yerləşən Şahdağ Turizm Mərkəzi mart ayında 2 möhtəşəm beynəlxalq idman yarışına ev sahibliyi edəcək. Artıq məlum olduğu kimi martın 4-ü 8-i arasında Xizək Alpinizm üzrə Avropa çempionatı bax bu dayandığımız pist stadionunda baş tutacaq. Bundan əlavə martın 14-15-i tarixlərində Moğol üzrə Dünya Kubokunun final mərhələsi də bax gördüyünüz bu möhtəşəm Şahdağ Turizm Mərkəzinin stadionunda baş tutacaq. Bizim media hər iki çempionatın keçiriləcəyi Şahdağ pist stadionunda olub. Artıq pist stadionu ərazisində bütün infrastruktur işləri başa çatıb. Yamaçlarda texniki tələblərə uyğun olaraq bütün lazımi tədbirlər görülüb. Şahdağ Turizm Mərkəzinin mətbuat katibi Orxan Bədəlov qeyd edib ki, hər iki yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının və Beynəlxalq Xizək və Snowboard Federasiyasının yarış təqviminə əsasən Azərbaycanda ilk dəfədir keçiriləcək. Yarışlara qatılacaq ölkələrin və atletlərin sayı beynəlxalq federasiyalar tərəfindən həyata keçirilən qeydiyyat prosesi başa çatandan sonra məlum olacaq. Şahdağa istirahətə gələn Rusiyalı turist Erik Tayyibov ilk dəfə gəldiyi bu gözəl məkanda beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraitin olduğunu deyib. Ailəmlə birlikdə ilk dəfə Şahdağda oldum. Bu səfər bizim üçün yeni bir kurortu kəşf etmək məqsəd daşıyırdı. Bundan əvvəl həm Avropada, həm də Qafqazın digər kurortlarında olmuşuq. Lakin Şahdağ təkcə məndə deyil, bütün ailəmdə çox gözəl təəssürat yaratdı. Bura açılan möhtəşəm mənzərə və ümumilikdə ailəvi istirahət üçün çox inkişaf etmiş turizm məkanıdır. İnsanların mehribanlığını da xüsusilə qeyd etmək istəyirəm. Şahdağın bütün əməkdaşları təhlükəsizliyimizi yoxlayır, vəziyyətimizlə maraqlanırlar. Bütün bunlar yüksək xidmət səviyyəsi və qonaqlara göstərilən qayğını açıq şəkildə hiss etdirir. Burada olanda məlumat aldıq ki, martın 4-dən 8-nədək Şahdağda yarışlar keçiriləcək. Əminəm ki, təşkil olunan beynəlxalq çempionat ən yüksək səviyyədə uğurla keçiriləcək. Şahdağ buna tam hazırdır. Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim Media, Şimal Bürosu.